Bakının Sabunçu rayonu ərazisində dəhşətli və hər kəsi sarsıdan bir hadisə baş verib. Dünən saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisində yerləşən ağaclıq sahədə müəmmalı şəkildə ölü döl aşkar olunub. Baku Postası xəbər verir ki, bu barədə məlumatı APAya istinadən Sabunçu Tibb Mərkəzi yayıb. Hadisəni ilk olaraq tibb müəssisəsinin daxili mühafizə xidmətinin əməkdaşları aşkarlayıb. Onlar ərazidə patrol zamanı diqqət çəkən bir vəziyyətlə qarşılaşıb və dərhal məsələ barədə rəhbərliyə məlumat veriblər. Verilən məlumata görə ölü döl tibb mərkəzinə bitişik olan yaşıllıq ərazidə baxımsız hissədə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanları çağırılıb. Ərazi polis və kriminalistlər tərəfindən müayinə olunub. İlkin tibbi araşdırmalara əsasən aşkarlanmış dölün təxminən 34-36 həftəlik hamiləlik dövrünə uyğun olduğu bildirilib. Bu isə onun artıq doğuşa yaxın bir mərhələdə olduğunu göstərir. Hazırda həmin dölün kimə məxsus olduğu, necə və nə zaman ora atıldığı araşdırılır. Hadisə ilə bağlı cinayət işi başlanılıb, hüquq mühafizə orqanları geniş miqyaslı təhlükəsizlik kameraları görüntüləri və şahid ifadələri əsasında araşdırma aparır.